Salam hörmətli izləyicilər, siz AZİ Xəbərin həftəlik xəbər buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov Mingəçevir Dövlət Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə keçirilən Təhsildə Keyfiyyət və İnnovasiya forumunda iştirak edib. Tədbirdə rektor Dosent Rüfət Əzizov geniş təqdimatla çıxış edərək, ali təhsildə keyfiyyətin artırılmasında rəqəmsallaşmanın, süni intellekt texnologiyalarının və innovativ idarəetmə mexanizmlərinin rolunu xüsusi vurğulayıb. Rüfət Əzizov ali təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin rəqəmsal həllərlə gücləndirilməsinin, məlumat əsaslı idarəetmənin tətbiqinin və beynəlxalq standartlara inteqrasiyanın prioritet istiqamətlər olduğunu diqqətə çatdırıb. Forum panel müzakirələrlə davam edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris məsələləri üzrə prorektoru Dosent Rıza Məmmədov panel sessiyada çıxış edərək süni intellekt texnologiyasının və innovativ idarəetmənin yaratdığı imkanlardan danışıb, reallıqlar və perspektivlər haqqında təkliflər səsləndirib. Panel müzakirələrdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ekspertləri, universitetlərin keyfiyyət üzrə ixtisaslaşmış nümayəndələri və təhsil sahəsinin mütəxəssisləri aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar. Qazaxıstan Respublikasının Ali Təhsil Müəssisəsinin professor müəllim heyəti və tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində səfərdə olub. 15 nəfərlik nümayəndə heyətində Qazaxıstanın 6 nüfuzlu ali təhsil müəssisələrindən təmsilçilər iştirak ediblər. Görüş zamanı universitetin tədris və elmi tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq əlaqələri, sənaye ilə inteqrasiya modeli, eləcə də dayanıqlı inkişaf və enerji təhlükəsizliyi istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Tədbirdə elm və innovasiya məsələləri üzrə prorektor Dosent Elviz İsmailov qonaqları salamlayaraq universitetin beynəlmiləlləşmə strategiyası və Orta Asiya Ali Təhsil Məkanı ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Görüş çərçivəsində tərəflər arasında müəllim və tələbə mübadiləsi, ortaq elmi konferansların təşkili, innovasiya və texnologiya transferi sahəsində əməkdaşlıq perspektivləri üzrə geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitet tələbələri qış düşərgəsi çərçivəsində Quba rayonuna səfər ediblər. 2 gün davam edən düşərgə müddətində Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal üzvləri asudə vaxtlarını səmərəli şəkildə keçirərək istirahət edib, müxtəlif proqramlarda iştirak ediblər. Azərbaycan Karate Federasiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat tədbirində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat və Menecment Fakültəsinin 3-cü kurs tələbəsi Nicat Kərimli xüsusi sertifikatla təltif edilib. Federasiya Prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən tədbirdə il ərzində fərqlənən idmançılar və milli komanda üzvləri mükafatlandırılıb. Nicat Kərimli 2025-ci il ərzində karate idman növü üzrə göstərdiyi nailiyyətlərə və peşəkar fəaliyyətinə görə Federasiyanın mükafat və diplomlarına layiq görülənlər sırasında yer alıb. Sabah qrupları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Emiliya Məmmədova Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən MDB-yə üzv dövlətlərin Kimyaçılar Məktəbi adlı beynəlxalq elmi layihədə iştirak edib. Tələbə tədbir çərçivəsində metal tullantıların təkrar istifadəsi ilə beton kompozitlərin alınması mövzusunda elmi təqdimatla çıxış edərək tədqiqat nəticələrini beynəlxalq auditoriyaya təqdim edib. Proqram çərçivəsində aparıcı alimlərin mühazirələri dinlənilib, iştirakçıların elmi məruzələri və təqdimatları təqdim edilib. Macarıstanın Azərbaycandakı səfiri və Pannoniya Universitetinin rektorunun iştirak etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olub. Görüş zamanı rektor Dosent Rüfət Əzizov qonaqları salamlayaraq universitetin tarixi, tədris imkanları,
elmi fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. O, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Macarıstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın yeni mərhələdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və universitetin birgə layihələrin həyata keçirilməsinə hazır olduğunu bildirib. Səfir Tamaş Yojef Torma Azərbaycan və Macarıstan arasında mövcud dostluq münasibətlərindən bəhs edib. İqtisadi və diplomatik əlaqələrin inkişafı ilə yanaşı, elm, təhsil və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Pannoniya Universitetinin rektoru Professor Yanoş Aboni isə təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək qarşılıqlı əməkdaşlıq üçün perspektivli istiqamətləri diqqətə çatdırıb. Tərəflər əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi, yeni təşəbbüslərin reallaşdırılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər. Nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Tarix Muzeyi, Kiber Təhlükəsizliyi Laboratoriyası, kompüter otaqları və UFAZ laboratoriyaları ilə tanış olublar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 27 nəfər tələbəsi ölkənin ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq səviyyəli intensiv təhsil proqramı olan IT Skills Sprint proqramına qəbul olub. Qeyd edək ki, iştirakçıların seçim prosesi qeydiyyat, baza biliklərini qiymətləndirən test imtahanı və müsahibə mərhələlərindən ibarət olub. Proqram çərçivəsində tələbələr üçün hakatonlar, karyera sərgiləri və şəbəkələşmə tədbirləri kimi əlavə inkişaf imkanları da təşkil olunacaq. Tədrisi uğurla başa vuran iştirakçılar beynəlxalq səviyyədə tanınan Iron Hack şirkəti tərəfindən sertifikat əldə edəcəklər. Proqram 2026-cı ilin fevral-iyul aylarını əhatə etməklə ümumilikdə 6 ay davam edəcək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Almaniyada fəaliyyət göstərən Azərbaycanlı tədqiqatçı Sonabəyim Hüseynzadə dünyanın ən nüfuzlu beynəlxalq təhsil proqramlarından biri olan Şvarsman təqaüdçüləri proqramını qazanıb. Proqram çərçivəsində Sonabəyim Hüseynzadə Çinin aparıcı ali təhsil müəssisələrindən olan Tsinghua Universitetində qlobal məsələlər üzrə tam maliyyələşdirilən magistr təhsili alacaq. Təhsil müddətində beynəlxalq siyasət, süni intellekt və yeni texnologiyaların qlobal təsirləri istiqamətində ixtisaslaşacaq. O, mühəndislik sahəsində fəaliyyəti humanoid və robototexnika üzrə beynəlxalq tədqiqat layihələrində əldə etdiyi nəticələrə görə seçilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə yeni tədris semestrinə start verilib. Dərslərin başlanması münasibəti ilə ilk mühazirəni universitetin rektoru Dosent Rüfət Əzizov keçib. O, tələbələrə tədris etdiyi innovasiya strategiyaları fənni çərçivəsində müasir biznes mühitində innovativ yanaşmaların əhəmiyyəti, strateji düşüncənin rolu və rəqabət üstünlüyünün formalaşdırılması mövzularında ətraflı məlumat verib. Rektor çıxışında MBA proqramlarının idarə etmə sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verdiyini vurğulayıb. Qeyd edək ki, MBA proqramında tədris Azərbaycan və İngilis dillərində aparılır. Azərbaycan dilində tədris olunan proqram üzrə bu il ümumilikdə 5 qrupda 106 tələbə təhsil alır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri sənaye ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən nüfuzlu proqramlarda əldə etdikləri uğurlarla seçilməyə davam edirlər. Azərgold Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təşkil olunan Azərgold təqaüd proqramına ümumilikdə 247 müraciət daxil olub. Çoxmərhələli seçim prosesi nəticəsində 9 nəfər qalib müəyyən edilib və qaliblər arasında ən çox təmsil olunan universitet məhz Azərbaycan Dövlət Neft və Sənaye Universiteti olub. Belə ki, proqram üzrə qalib adını qazananlardan 3 nəfər universitetin tələbəsidir. Təqaüd qazanan tələbələr Qaraşova Əsmər və Abdullayev Elmir mədən mühəndisliyi ixtisası üzrə, Aytac Cahangirzadə isə sabah qrupları çərçivəsində bərk tullantıların yenidən emalı ixtisası üzrə təhsil alır. Proqram çərçivəsində qaliblər aylıq maliyyə dəstəyi ilə yanaşı peşəkar mentorluq, istehsalat sahələri ilə tanışlıq və gələcək karyera imkanları əldə edirlər. Bununla da bu həftəlik AZİ xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.